Bismillahirrahmanirrahim. Elhamdülillahi ve kefa ve salatu ve selamu ala nebiyyillahil Mustafa ve ala alihi ve ashabihi ecma'in ve ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aziz kardeşler, dünən elm tələb eləyən hər bir kəsin bilməsi gereken qaydalardan birincisini keçdik. O da nə idi? İxlas. İxlas olmadan elm almaq, yırtıq bir torbanı doldurmaq kimidir. Ona görə böyük alimləri götürsək, kitab yazdıqlarında bir çox alimlər müqəddiməsində ixlas haqqında yazarlardır. İxlas nədir qardaşlar? Bir əməli Allah rızası üçün etmək. Cənnətə aparan hər hansı bir əməli aləmlərin Rəbbi rızası üçün edirsən. İxlasın mənası budur. Ona görə elm öyrənmək istədikdə biz, məsələ dinimizi öyrənmək istəyirik, tövhidi öyrənmək istəyirik, sünnəni öyrənmək istəyirik, halal haramı öyrənmək istəyirik, imanımızı artırmaq istəyirik, uca olan Allahı tanımaq istəyirik, axirətlə ilgili bilgilər əldə etmək istəyirik. İslamın böyük liderlərini, böyük qəhrəmanlarını, böyük əfsanələrini tanımaq istəyirik. Nəyi öyrənmək istəyiriksə, mütləq və mütləq ilk öncə onu öyrənmədən öncə ixlaslı olmağımızı davamlı şəkildə xatırlamamız lazımdır. Biz bunun detayını, təfsilatını dünən nə etdik qardaşlar? Dünən keçdik. Bugün ikinci qayda keçirik. İkinci qayda elm tələb eləməkdə nədir? Əl-istiqamə. Əl-istiqamə elm tələb eləyən bir kişinin doğru yolda getməsi. Nədə getməsi? Doğru yolda getməsi. Yanlış yolda getmək, doğru yolda getməmək insanı doğru, dürüst elm almaqdan alıkoyur. Yəni, elm almağına mane olur. Onun üçün qardaşlar, biz elm almağa başlayarkən, elm almaq istəyərkən Allah rızasından sonra oxuduğumuz elmlə bərabər həyatımızı düzənə soxmamız lazımdır. Həyatımızı düzgün yaşamamız lazımdır. Nə deməkdir doğru yolda getmək, düz yolda getmək? Zahirdə və batində, yəni gizlində və açıqda Allahın əmrlərini yerinə yetirmək, Allah Azza və Cəllənin qadağanlarından çəkinmək. Bir adam deyir ki, mən dini öyrənirəm. Məsələ, tövhid öyrənirəm, sünnə öyrənirəm, Muhammed sallallahu aleyhi və səlləm həyatını öyrənirəm, Quran-ı Kərim öyrənirəm, Quran-ı Kərimin təfsirini öyrənirəm. Amma eyni zamanda araq içir, çaxır içir. Bu insan elm öyrənə bilər mi, möhtərəm qardaş? Elm öyrənə bilməz. Çünki elm öyrənməkdə muvaffaq olmaq üçün ikinci qayda nə idi? Doğru yolda getmək. Doğru yolda getmək də deyəndə nəzərdə tutulan gizlin və açıq əməllərimizdə Allahın əmrlərini yerinə yetirməmiz və qadağanlarından çəkinməmiz. Bu nə ilə bilinir? Bəzi şeyləri göz önündə bulundurmağımız lazımdır bu qaydanı başa düşməyimiz üçün. Birincisi, doğru yolda gedən insanlar bilməlidir ki, cənnətə, yəni doğru yolda gedən insanlar bilməlidir ki, onlar əslində bu yolda davam etsələr, cənnətlə müjdələnmişlərin sırasına girəcəklər. Allah Teala baxın, Quran-ı Kərimdə nə buyurur? İnnellezine qalu rabbunallahu ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ. O kəslər ki, deyirlər ki, Rabbimiz Allah'tır. Yəni, la ilahe illallah, Muhammedur Rasulullah deyirlər. ثُمَّ اسْتَقَامُوا. Sonra kəlmə tövhidin dəlalət elədiyi doğru yolda gedirlər. Tətənəzzəlu aleyhimul mələikə. Allahın mələkləri onların üzərinə gəlir. Yəni Allah Azza və Cəllənin qoruması, Allahın muvaffəqiyyəti, Allahın hifizi onların üzərinə gəlir və onları belə müjdələyirlər. Əllə təxafu, qorxmayın, və lə təhzənu, üzülməyin, və əbşiru bil cənnətilləti kuntum tuadun, vəd olunduğunuz cənnətə buyurun girin. Bu harda deyirlər qardaşlar? Axirət günündə. O kəslər ki, bu dünyada la ilahe illallah deyərlər.
sonra la ilahe illallahın tələb etdiyi əməllər üzrə həyatlarını düzgün yolda yaşayarlar, axirət günü məhşər meydanında mələklər gələr onlara deyər ki, bugün siz qorxmayın, bugün siz üzülməyin, Allah sizə vəd etdiyi cənnətə girəcəksiniz. Ona görə bu ayədən nə başa düşülür qardaşlar? Elm öyrənərkən, Allahı tanımaq yolunda gedərkən, doğru yolda getmək nəyə girməyin səbəblərindəndir? Cənnətə girməyin səbəblərindəndir. Həmçinin doğru yolda olmağı bəyan eləyən şeylərdən biri, qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm bildirib ki, yollar çoxdur. Yəni, bu dünyada bir insanın gedəcəyi yollar çoxdur. Məsələ, baxsan, alkaş deyir ki, mən getdiyim yol ən doğru yoldur. Narkoman deyir ki, mən getdiyim yol ən doğru yol. Bəlkə yəni. Ondan sonra filan deyir ki, ən doğru yol mənimdir. Bu deyir, ən doğru yol mənimdir. Hərə öz getdiyi yol doğru görə bilər. Amma insanların iddiası ilə deyil, insanların düşüncəsi ilə və yaxud da onları qani eləyən yolla getmək deyir doğru yol. Doğru yol uca olan Allahın insanlara göstərdiyi yolla getməkdir. Muhammed sallallahu aleyhi və səlləm bir gün sahabələri ilə belə oturarkən bir düz xət çəkir qardaşlar. Bir düz xət çəkir. Sonra bu düz xətin yanından belə başqa xətlər çəkir. Bu tərəfindən də, bu tərəfindən də. Sonra bunu çəkdikdən sonra Peyğəmbər s.ə.v buyurur ki, bu ortada yol İslamdır, o qıraqda yollar isə cəhənnəmə aparan yollardır. O yan tərəfdə olan yolların üstündə buyurur ki, hər yolun başında bir şeytan dayanıb insanları o yola getməyə dəvət edir. Ona görə bugün pis dostlar nə deyir? Deyir ki, bir stəkan 50 qram vur, heç nə olmaz. Burada deyir ki, gəl bir paket nəyişiyi fısıldat, heç nə olmaz. O biri deyir, gəl ikicə kərə çega oynayaq, heç nə olmaz. O birisi deyir, gəl, nə bilim, qazinoya girək, bir iki dəfə, nə deyirlər o şey, laxadron oynayaq, heç nə olmaz. O birisi deyir, gedək, cavanıq, nə bilim, onunla bununla takılaq, pis yol falan filan. Hamısının başında insanları cəhənnəmə aparan yola çağıran şeytanlar oturur. Bu şeytanlar gerçək şeytanlardır. Bir də insanlardan olan şeytanlardır qardaşlar. İnsanlardan olan şeytanlar. Hansılar ki, şeytanların vəzifəsini əslində icra edirlər. Peyğəmbər s.ə.v bu hədisi danışandan sonra bu ayəni oxuyur. Ən'am surəsinin 153-cü ayəsini. وَأَنَّ هَذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوا وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ ذَلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ. Allah buyurur ki, həqiqətən bu düz olan mənim yolumdur. Ey möminlər, siz Allahın yolundan üz çevirib, o şeytanın çağırdığı yollara getməyin. Əgər gedərsinizsə azarsınız. Allah sizə onun yolu ilə getməyi əmr eləyir ki, bəlkə Allah Azze və Cəllədən, Allah Teala'dan qorxmağı qazanasınız. Ona görə əziz qardaşlar, bir hədisə də fikir versək, Sufyan ibn Abdillah Əs-Səqafi radiyallahu anhu deyir ki, dedim ki, ya Rasulallah, fikir verin bu hədisə. Sufyan ibn Abdillah Əs-Səqafi radiyallahu anhu deyir ki, dedim ki, ya Rasulallah, mənə elə bir nəsiyyət et ki, mən daha sonra onu kimdənsə soruşası olmayam. Muxtəsər olsun və mən ona əməl eləyə bilim. Deyir Peyğəmbər sallallahu aleyhi və səlləm mənə 2 muxtəsər cümlə dedi, həyatımı onunla düzənlədim. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Qul əməntu billahi thumma istaqim. Dedi ki, ey Sufyan, de ki Allah'a iman etdim, sonra o imanın səndən tələb elədiyi yolla getginə. Qutardı, getdi. Əgər bir adam Allah'a doğru iman etdisə, qardaşlar, La ilahə illallah dedisə, doğrudan da bu la ilahə illallah gerçəkdən insandan tələb edir ki, gündə 5 vaxt ixlasla namaz qılsın. Bu la ilahə illallahın haqqı tələb edir ki, sən şirkdən, küfürdən, bidətdən uzaq durasan. Bu la ilahə illallahın haqqı içində əhatə elədiyi məna tələb edir ki, sən Allahın etdiyi haramlardan uzaq durasan, zinadan, içki içməkdən, sələmdən, oğurluqdan və yaxud da pis işlərdən
uzaq durasan. Çünki la ilahə illallahın gətirdiyi səmərə budur. Əgər sən la ilahə illallah deyib də, la ilahə illallahın içində əhatə elədiyi mənalar eləmirsənsə, o zaman la ilahə illallah dedikdən sonra o doğru yolla gedənlərdən sayılmırsan. Doğru yolda getməyin əlamətlərindən biri də əziz qardaşlar, yəni doğru yolda getməyin, hansı ki doğru yolda getmək dedik ki, elm tələb etməkdə ikinci qaydadır. Onlardan biri də doğru yolda getməyin ən böyük əlamətlərindən biri bu yolda gedənin kiçik və böyük günahlardan uzaq durmağa çalışmasıdır. Çünki əslində günahlar insanın ya elmi unutmağına səbəb olur, bir hissəsini və yaxud da tamamilə faydalı elm almasına mane olur. Nə fərqi var bu ikisinin? Kim açıqlayar qısa olaraq? İçinizdən varmı bu cümləni düzgün başa düşən? Günahlar ya insana elmi unutturur, ya tamamilə, ya bir hissəsini və yaxud da faydalı elmdən məhrum eləyir. Bunun mənası nədir bilirsiniz qardaşlar? Yəni, sən tutaq ki, Allah Taala'nın dini ilə ilgili 100 dənə məsələ bilirsən dəlilləri ilə. Günahları yol verdikdə, doğru yolda getməyəndə, ola bilsin ki, o 100 dənə məsələnin 50'sini unudasan, xatırlamayasan. Həm məsələləri öyrəndikdən sonra özünü, həm də dəlillərini unudasan. Yəni, sən qazandığın elmi o günahlar sənə unuttura. Ya bir hissəsini, ya da hamısını. Və yaxud da sən faydalı elmlə məhrum olasan. Bu nə deməkdir? Sən mətnləri, əzbərlədiyin məsələləri və dəlilləri unutmursan, amma əməl etməkdən məhrum olursan. Hər ikisi də xusran deyilmi? Hər ikisi də qardaşlar günahların təsiridir. Əslində bir məsələni də vurğulamaq istəyirəm. İnsanın hafizəsinə, insanın yaddaşına ən böyük təsir eləyən şeylərdən biri insanın etdiyi gizlin günahlardır. Cəmaatın içində deyil də, xəlvətdə olduqda etdiyi günahlardır. Hansı ki, o üzü də qaraldır, qəlbi də qaraldır, insanı salih əməllərdən də məhrum eləyir, elminin bərəkətini də aparır və bir çox fəsadlara uğradır insanı qardaşlar, günahlar və xüsusən də gizli günahlar. İmam-ı Şafii rahiməhullah nə ilə tanınırdı qardaşlar alimlər arasında? Bir çox şeylərlə, əsas da hifzi ilə. İmam-ı Şafii rahiməhullaha Allah o qədər güclü hafizə vermişdir ki, Quran-ı Kərimi əzbərləyərkən, baxın, 2 səhifə deyilmi qardaşlar? 2 səhifə deyilmi? Biri burada yazılıb, biri burada yazılıb. İmam-ı Şafii rahiməhullah Quran-ı Kərimi və yaxud da dini məsələləri əzbərləyərkən kitabı bu şəkildə açmazmış. Ki, birdən ikisini də birdən əzbərləyər deyə. Bir tərəfinə ağ vərək qoyardı ki, gözü birdən bu tərəfə qaçmasın. Hətta bunu da əzbərləməsin deyə. O qədər hifzi güclü olur. Məkkədən Mədinəyə gəlir, İmam Malik rahiməhullahla görüşür. İmam Malikin Muvatta kitabını icazə istəyir, izin istəyir oxumağa. 8-9 gündə Muvatta kitabını tamamilə isnadı ilə əzbərləyir və İmam Malik rahiməhullahı dəhşətə salır. Və deyir ki, bu gəncin gələcəyində dəhşət, gözəl şeylər olacaq. Yəni, İmam-ı Şafiinin o hifzini görəndə deyir ki, bu gəncin gələcəyi parlaqdır. Bir gün İmam-ı Şafii rahiməhullah şeyxinin yanına gedirmiş dərs almağa. İmam-ı Şafiinin gedəcək yeri ilə şeyxinin evinin arasında bir bazar olur. Bazardan keçərkən başını qaldıranda bir qadının topuğuna gözü sataşır, bir qadının topuğuna, başqa yerinə yoxa, bir qadının açılmış topuğuna və gedir İmam-ı Şafiinin yanına, o günsü hifzinin zəiflədiyini görür və tələb olunan şeyləri əzbərləmədiyini görür. Və İmam-ı Şafii belə bir şeir yazır. Şəkavtu ilə vaki'in su'a hifzi fəərşədəni ilə tərkil maasi fəəxbarani bi'ənnə ilməllahi nurun və nurullahi la yuhdə li asi. Bəzi şeirlərdə la yu'ta li asi. Şeyxinin adı nə olur? Vaki ibn Cərrah rahiməhullah. Deyir ki, şəkavtu ilə vaki'in su'a hifzi. Mən şeyxim olan Vakiə hafizəyim zəifliyindən şikayət etdim. Fəərşədəni ilə tərkil maasi.
mənə tövsiyə etdi ki, o zaman günahları tərk elə. Və axbarani bi ennel ilmə nurun və mənə bildirdi ki, elm bir nurdur və nurullahi la yu'ta liasi və bu Allahın nurudur, bəxş etdiyi nurdur. Allah o nuru asi olanlara verməz. Yəni, hətta İmam-ı Şafiiyə belə o bir günah hafizəsinə neynir? Etkili. İndi düşünün. Əlimizdə telefon var. Oradan giririk, YouTube'dan giririk, Facebook'dan çıxırıq, Facebook'dan giririk, TikTok'dan çıxırıq, TikTok'dan giririk. Nədən çıxırıq? Instagram'dan çıxırıq. Harayı açsan da qadın topuğu deyil, görmədin yer qalmır, Allah islah eləsin İslam aləmini. Düşünün, ona görə bir çox qardaşlar, bir çox bacılar görürəm ki, yazdığı suallardan biri nədir? Hifzim çox zəifliyib. Hafizəm çox zəifliyib, yaddaşım çox zəifliyib. Bunun hamısı deyə bilmərik günahlardandır, qardaşlar. Bunun səbəblərindən biri də əslində adam hifzdən üz çevirməsidir. Sən hifzi tərk edirsənsə, ya Quran, ya hədis, ümumiyyətlə əzbərləməkdən üz çevirirsənsə, dəmir kimi insanın hafizəsi paslanır. Və bəzən əzbərləməyi tərk etməkdən də insan yaddaşlığa, yəni yaddaş probleminə uğrayır, bəzən günahlardan da olur. Və bəzən hətta insanın qidalandığı, insanın yediyi şeylərin də insanın yaxşı bir tərəfə hafizəsinə təsir olur. Qısacası, qardaşlar, doğru yolda getmək istəyiriksə, o səbəblərdən biri də nə idi? O səbəblərdən biri də günahlarını eləmək, tərk etmək. Üçüncü qayda, elmin əməllə birləşməsi. İqtiranul ilmi bil əməl. Öyrəndiyimiz elmi əməllə birləşdirməliyik. Biz bugün gəlirik buraya, öyrənirik ki, bir gündə 24 saatın içində 5 vaxt namaz qılmalıyıq. Düzdürmü? Allah Azza və Cəllənin kəlmə şəhadətdən sonra hər bir müsəlmana əmr etdiyi nədir? 5 vaxt namaz qılmaq. Bir gün, bir gecədə 5 vaxt namaz qılırsan. 5 dəqiqə namaza istəyir, təxmini 5 dəqiqə dəstəmaza istəyir, 24 saatın içində 50 dəqiqə zaman istəyir 5 vaxt namazı əda etmək üçün. Fəcr namazı var, sübh namazı var, günorta var, əsr var, məğrib var və işa var. Bu namazların müxtəlif vaxtlarda olmağının səbəbi insan dünya ilə məşğul olub onu yaradanı unutmaması, onun yolundan soymamasıdır. Ona görə Allah Teala Quran-ı Kərimdə buyurur ki: "İnna salate kanat alel mu'minina kitaben mawquta." Həqiqətən namaz möminlərə müəyyən vaxtlarda fərz olundu. Məsələn, sən 2 gün mən yatıram, 2 gündən sonra qalxıb hamısını bərabər qılaram. Belə bir seçənəyin yoxdur. Və yaxud da mən dincəlirəm, 2-3 gün namaz qılmayacağım, sonra Bismillah, Allahu Akbar başlayıb qılacağım. Belə bir lüksun yoxdur. Belə şeylər insanı qəflətə salır, günahlara salır, dinindən, imanından, Allahdan soyutur. Ona görə Allah buyurur ki, namaz möminlərə müəyyən vaxtlarda fərz olundu. Deməli, əziz qardaşlar, biz bugün öyrənirik ki, kəlmə şəhadətdən sonra namaz qılmalıyıq. Elmi olaraq bunu bildik. Baxdıq ki, Allah Quranda buyurur ki, وَاَقِيمُ الصَّلَاةَ وَاَتُوا الزَّكَاتِ Namaz qılın, zəkat verin. Baxdıq ki, hədisdə gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İslam 5 dirək üzrə qurulub. Kəlmə şəhadət sonra nə? Namaz qılmaq. Dəlilləri bildik. Amma sonra buna əməl eləmədik, namaz qılmadıq, namazdan üz çevirdik, namaza fikir vermədik. O zaman biz oxuduğumuz elmdən, əzbərlədiyimiz dəlildən, bildiyimiz məsələdən bir faydamız olur mu? Olur mu? Olur mu? Olmur. Ona görə qardaşlar, faydalı elm almağın yollarından biri nədir? Elm nə ilə birləşməlidir? Əməllə. Nə zaman bildiyinizi əmələ tökdünüzsə, o zaman əmin olun ki, o elminiz sizi qoruyacaq, o elminiz sizə fayda verəcək və sən doğru yoldasan deməkdir. Həmçinin, möhtərəm qardaşlar, qiyamət günü soruşulacağımız şeylərdən biri əslində öyrəndiyimiz elmə nə qədər əməl etməmiz olacaq. Peyğəmbər sallallahu aleyhi və səlləm Sünən-i Tirmizidə gələn etibarlı hədisdə buyurur ki: "La tazulu qadama abdin yawmal qiyamati hatta yus'ala an arba'." Qiyamət günü ilk addımında bir qul 4 şeydən soruşulacaq. 1.
an umrihi fima afnahu. Allah verən ömrü nədə keçirmişsən? Allahın bizə verdiyi bu ömür, qardaşlar, yazılı bir vaxtdır. Bu ömür nə bir gün uzanması mümkün deyil, Allah yazdığından artıq, nə də bir gün qısalması mümkün deyil. Allah Azza və Cəllə yaratdığı insana bir ömür verir, sonra o verdiyi ömürdə nə ilə məşğuldur deyə öldükdən sonra ondan hesaba çəkir. Bu ömrü nəyə sərf elədin? Sən bu ömrü qazinolardan mı keçidin, kafelərdən mi keçidin, restoranlardan mı keçidin, küçələrdən mi keçidin, axmaq qadınların dalı ilə gəzməkdən mi keçidin, haram yazışmalardan mı keçidin? Yoxsa Allah verən bu ömrü sən halal ruzi arxasında, ailəni dolandırmaq arxasında, faydalı elm almaq, gözəl əməllər, namaz qılmaq, oruç tutmaq və yaxşı işlərin arxasında mı keçirdin? İlk Allahın soruşacağı şey insanın ömrüdür. Nəyin üzərində fənalaşdırır, yəni ömrünü keçirir. Və an ilmihi məzə amilə bihi. İkinci sual, öyrəndiyindən nə qədərini əməl etdi? İkinci sual budur. Üçüncüsü, və an məlihi min əynə iktəsəbəhu və fīmə ənfəqəhu. Malını hardan qazanır və haraya sərf eləyir? Biz qazandığımız yerdən də soruşulacaq, xərclədiyimiz yerdən də soruşulacaq. Sadəcə qazandığımız deyil ha. Biri var halal qazanır, biri var haram qazanır. Eyni zamanda biri var halala xaçlayır, biri var yenə harama xaçlayır. Və an cismihi fīmə əbləh. Allahın dördüncü sualı da bu bədəni biz nəyə sərf eləyirik? Bu dəlillərdən biridir, qardaşlar. Biraz haşiyə çıxıram, fayda olsun deyə. Bu dəlillərdəndir ki, biz əslində bədənimizin, orqanımızın gerçək sahibi deyilik. Ha? Nəyik? Gerçək sahibi deyilik. Sən Arif, gerçək sahibisənmi? Orqanların, bədənin, tüküyün, heç bir şeyin əmanətdir. Məsələn, içinizdən gerçək sahibi mənəm, orqanlarım deyə bilən varmı? Yox. Hətta aldığınız nəfəs belə, onun belə yəsi deyilsiniz siz. Nəfəs al, buraxmadı, deyinəm mənimdir, heç buraxmayacağım. Heç o deyil ki. Şar kimi dombalıb partlayarsan. Nəfəs belə bizim deyil. Diş mənimdir, məsələn, diş mənimdir. Əgər sənindirsə, çalış çürüməsin. Gözün sənindirsə, çalış qocalmasın, körlaşma. Saçın sənindirsə, elə tökülməsin. Hər şeyimiz, qardaşlar, əmanətdir. Əgər ona düzgün baxarsaq, qiyamət günü gözəl olar. Əgər ona haqsızlıq eləyərsə, qiyamət günü hətta orqan belə bizdən davaçı olar. Ona görə bunun dəlillərindən biri də Peyğəmbər s.ə.v buyurur ki, sizdən biriniz tamamilə ya günəşin altında otursun, ya da tamamilə kölgədə otursun. Yarı hissəni günəşin altına verib, yarı hissəni kölgədə saxlama. Çünki əziyyət verdiyin tərəfin nə olacaq? Səndən şikayətçi olacaq. Ona görə, qardaşlar, Allah bizim bədənimizdən də bu verdiyi bədəni nəyə sərf elədiyimizdən də sorğu-suala çəkəcək. Məsələn, bir insan içki içib ciyarını yandırır. Bir insan narkotik işlədib beynini, orqanlarını, qəlbini, hər yerini zədələyir. Bunun içinə nə də daxildir? Sigaret çəkmək də buna daxildir. Sigaret çəkənlərimiz var mı acaba? Məncə olacaq. Bunu nəzərə alın. Siz sigaret çəkən nəfsinə uymuş müsəlmanlar bu bəladan qurtarmaq üçün biraz əlinizi çapıq tutun, türklər demişkən. Əlinizi biraz acele tutun. Yoxsa o çürütdüyünüz ağciyar, o çürütdüyünüz o dişləriniz, o mədəniz, o problemləriniz hamısı qiyamət günü sizin üçün çətin olacaq. Bizim şeyxlərdən biri Mədinədə, Şeyx Hüseyn, Peyğəmbər s.ə.v məscidinin imamlarından da Hüseyn Əli Şeyx, 2006-2007-ci il olardı, səhv eləmirəmsə, uzun müddət öncə Tövhid kitabını şərh edirdi Peyğəmbər s.ə.v məscidində. Zəvvarlardan biri, həcə gələnlərdən biri şeyxdən bir sual soruşur. Deyir ki, şeyx, mən uzun müddət idi, bax bu cavaba fikir verin. Deyir, uzun müddətdir ki, mən cahillik yaşadım, dinsiz insan idim və sigaret çəkməyə
özümü alışdırdım. Sonra İslam'a gəldim. İslam'a gəldikdən sonra da yenə bunu buraxa bilmədim, tərk edə bilmədim. Özümə söz verdim ki, həcə gedəndə mütləq bunu buraxacam. Həcə də gəldim, yenə nəfsimə sahib çıxa bilmədim, buraxa bilmədim. Ha, mən bugün sabah ölkəmə dönəcəm. Mən bu müsibətdən, bu baladan necə xilası olunma bir yol göstər. Hüseyn Əli Şeyxin cavabı mənim çox xoşuma getdi, qardaşlar. Dedi ki, siqareti buraxmaq üçün sənə ayələr, hədislər oxumağıma gərək yoxdur. Bir prinsip və kişilik lazımdır sadəcə. Tüpürəcəksən, qutardı, getdi. Uzatma məsələni. Siqareti buraxmaq üçün mən sənə 10 ayə oxuyacam, 10 dənə hədis oxuyacam və 5 dəqiqədən sonra sən onu unudacaqsan və qaydacaqsan öz əslinə. Amma bir prinsip sahibi oldunsa, sən verdiyin sözü tapdalamadınsa, bu da qalib gələcəksən bu işə. Ona görə dedi ki, uzatmayın məsələni. Dönək məsələnin özünə. Deməli, qardaşlar, qiyamət günü soruşulacağımız şeylərdən birində nə idi? Elmə əməl. Keçirik həmən neçənci qaydaya? 4-cü qaydaya. 4-cü qayda elm tələb eləməkdə, dünən bu məsələyə də toxunduq, gənc ikən elm almağa həris olmaq. Nə ki, gəncik qardaşlar, bilmirəm, gənc demək olurmu? Nə qədər ki, gəncik, elm almağa həris olmalıyıq. Çalışmalıyıq ki, elmi sonraya saxlamayaq. Sabah, birsi gün, Ramazan gəlsin, həcə gedim, oğlumu evləndirim, qızımı ərə verim. Müəyyən bir şeyə bağlamayaq elm tələb eləməyi. Elə günü başından elm tələb eləməyə başlayaq. Günə bir səhifəmi kitab oxuyacaq, 10 səhifəmi kitab oxuyacaq, günə bir balaca praşurumu oxuyacaq, 10 dəqiqəlik, 20 dəqiqəlik bir elm adamının dərsinə qulaq asacaq. Canlı bu cür gəlib bir məclisdə oturub faydalanacaq mı? Hansı yol olursa olsun, bir yerdən mütləq dinimizi öyrənməyə başlamalıyıq. Hər gün bu telefonlarımızı biz zaryadkaya qoyduğumuz kimi hər gün imanımızı artırmamız üçün mütləq bir dini elm almağımıza vaxt keçirməliyik. Qaydalardan, qardaşlar, 6-cısı, yox, 5-cisi, bu önəmli məsələdir. 5-cisi qaydalardan elm tələb eləmək istəyənin əl-iqlalu min kəthratin nəvmi və-ta'am. Çox yeməkdən və çox yatmaqdan çəkinmək. Çox yeyən adam, zil kabod, koala, elm tələb eləməsi mümkün deyil. Sən aşır kimi ye, koala kimi yat. Kim oxuyacaq elmi? Mümkün deyil. Faydalı elm almağın yollarından biri az yatmaq və az yemək, qardaşlar. Siz təsəvvür eləyin, 60 il tutaq ki, ömür yaşayırıq. 60 il, 70 il, məsələ ömür yaşayırıq. Gündə 8 saat yatsaq, qardaşlar, ömrün 1/3 getdi mi? Ömrün 1/3 getdi mi? Neçə il getmiş ol, 60 il götürsək, 20 il döşəyin üstüyük. Yorğan döşəyin üstü 20 il. Yastıqları cırırıq, dağıdırıq. Hələ 20 ilin bir 15 ilini, 20 ilində cavanlığa çıxırıq. Nə qədər getdi? 40 il getdi. Nə boyda qalır? 20 il qalır. Yəni 20 il cavanlığımız getdi, 20 il kravodun üstündə qalmışıq. Qaldı 20 il. Bu 20 ilin də bir ticarət var mı? 6-7 saat gedirik, işləyirik, eləyirik, orada, burada. 20 ilin də 6 saatını əgər biz yeməyə, yəni 10 saatını biz yeməyə çıxsaq, ondan sonra işə çıxsaq, görüşlərə çıxsaq, oraya, buraya çıxsaq, nə boydası getdi gənə? Onu da orada getdi mi? Onu da orada getdi mi? İndi siz təsəvvür edin, bir balaca ömür qaldı, hardasa 10 il zat. Bunun tualeti var, bunun çayı var, bunun yolu var, oraya edirik, buraya edirik. Yəni aşağı yuxarı biraz ələsək, qurtarasaq 3-4 ilimiz qalmış oldu bizim. Bu 3-4 ili də sən o 8 saatı bir 10 saata qaldırsan, bunu da orada radd edirsən. Oxumağa bir şey qalmır.
Hələ o yeməyə var, adam var 10 dəqiqə yer, adam var 45 dəqiqə yer, bir 50 dəqiqə də zilafda oturur. Hələ telefonla tualetə girəndə deyirlər, adam 2 qat oturur. Onun üçün, qardaşlar, elmdən məhrum olmamaq üçün elm tələbəsi yuxusunu da, yeməyini də kontrol almalıdır. Yuxusunu da, yeməyini də kontrol almalıdır. Yəni, bu nətəri olur? Yuxun gəlmədikcə yatma. Yatdınsa, narkozdayı kimi yatma. Yəni, sanki narkoz veriblər sənə. Yox, yuxunun bir kıvamı var, qardaşlar. Onu götürdünsə, sən daha şey qalırsan, daha gümrah qalırsan. Əslində, çox yatmaq insanı rahatlaşdırmır, tam tərsinə. Psikolojisinin pozulmağına səbəb olur, əsəbi olmasına səbəb olur, daha yorğun olmasına səbəb olur və daha ərincək olmasına səbəb olur. Eləcə də çox yeməyin özü də çox yatmağa vəsilə olur. Çəki alırsan, hərəkətsizlik və s. və tənbəllik, bütün bəlaların hamısı gəlir, çıxır oraya. İmam İbn-i Qayyim rahimehullah buyurur. Mədaricus Səlikin kitabının birinci cildi 451-ci səhifəsində. Və əmmə mufsidatul qalbi xamsə, qəlbi pozan 5 şey var. Fəhiyyəlləti əşara iləyhə və o 5 şey bunlardır. Kəthratul xalta, insanlara çox qarışmaq. Bu birjadan çıxırsan o birjaya, o birjadan çıxırsan bu birjaya, bütün günü kurukularda fırlanırsan. Qəlbi pozan şeylərdən biri nədir? Çox qarışmaq. İkincisi, ət-təmənni, davamlı şəkildə arzulayırsan. Qardaş, velosipedin var, deyirsən bir maşınım olaydı. Maşının var, indi də nə bilim samolyot istəyirsən. Samolyotun var, bir yaxt istəyirsən. Yəni, davamlı şəkildə gözü aclıq, davamlı şəkildə dünya malına həris olmaq. Qəlbi pozur. Üçüncüsü, ət-təəlluqu bi qeyrillah. Allahdan başqasına bağlanmaq. Bu qadın da ola bilər. Bəzi adamlar 24 saat qadından fikirləşir. Yox, bu aşiq imiş, nə bilim falan imiş, fehman imiş. Boş-boş baxır kinolara, minolara, oturub öydə zırım-zırım ağlayır. O qızı mənə verməsələr, mən özümü öldürəcəyəmmiş, mən yeməkdən içindən çəkiləcəyəm, yox, körpünün başına çıxıb zəng eləyir, mən getdim da, salamat qalın. Və bu Allahdan qeyrisinə bağlanmaq başqa şeylər də ola bilər. Pul da ola bilər, mal da ola bilər, vəzifə də ola bilər və hər hansı bir məxluqdan biri də ola bilər. Ona görə mömin yalnız və yalnız Allaha bağlanmağa çalışmalıdır. 5-ci nədir, qardaşlar? Deyir 4. Birincisi nə idi? Çox qarışmaq. İkincisi nə idi? Gözü aclıq. Üçüncüsü Allahdan başqasına bağlanmaq. Dördüncüsü çox yemək. Qəlbi pozan şeylərdən. Beşincisi də nədir? Çox yatmaq. Bunlar deyir ki, bu şeylərin hamısı insanın qəlbini neynir? Pozur. Ona görə qardaşlar, yatmaq və yemək məsələsinə elm yoluna çıxan adamlar diqqət eləməlidir. Sünnədə necə yeri yapı? Sünnədə necə gəlib? Sünnədə gəlib, 1/3 hava, 1/3 su, 1/3 yemək. Mədənin 1/3 yeməklə doldururuq, 1/3 suya saxlayırıq, 1/3 də tənəffüs üçün. Aslında deyir ki, bir kaşları lokma deyil, adamı onu deyir, belli düz tutar. Bunu deneməsəniz, o zaman deyir, 3 yerə bölür. 1/3 su, 1/3 yəni şey. Yemək, 1/3. hava, nəfəs alaq. Bunu eləyə bilirik, qardaşlar. Biz mədənin %100'ünü doldururuq, ondan sonra nəfəs problemi yaşayırıq. Tısqıra da əzirik. Ondan sonra bir şey xatırladım. Bir qardaş mən qonaq çağırıb, bütünü də iştah açan yeməklərdir. Qardaş, 10 cür, 15 cür yemək hazırlayıb, hərəsindən bir loxma yesəm partlayasıyam. Deyirəm ki, özü də deyir ki, qardaş, mən əziyyət çəkmişəm, sən bunların hamısının dadına baxmalısan. Deyirəm, bu mümkün deyil axı, mən bu qədər yemək yeyə bilmərəm falan filan. Deyir, çözüm məndə. Dərmən gətdi.
deyir, həzmə yardım eləyir. Mən niyə özümü öldürüm axı? Az yemirəm mi? Dərman içmək zorundayam mı? Onun üçün qardaşlar, bayaq qardaş xatırlatdığı kimi, mədəmizi kontrol edərsək, 1/3 yeməklə, 1/3 su üçün saxlayarıqsa, 1/3 də tənəffüs üçün sağlam yaşamamıza vəsilə olar. Bugün şəkər xəstəlikləri, damar tıxanmaları, qəlb xəstəlikləri, davleniya, tansiyon, təzik problemləri, ondan sonra mədə altı vəzi, yəni pankreasın yağlanması, qaraciyarın yağlanması, ağciyarın iltihab olması, bir çox xəstəliklərin təməl səbəbi bu yemək qaydalarına riayət etməməkdir. Bir gözəl söz oxumuşam, onu da deyim, dərsimizi tamamlayayım. Deyir ki, əvvəlki dönəmlərdə insanlar uzun məsafə yeriyərlərdi ki, bellərini dik tutası çörək qazansınlar. İndi də insanlar o qədər yer ki, yediklərini əritmək üçün uzun məsafə yeriyirlər. Allah axırımızı xeyirli eləsin, qardaşlar. İnşallah gələn dərsimizdə də bu qaydaları inşallah 6-cı qaydadan başlayacaq. Bu qaydaları tamamlayıb, ondan sonra inşallah ana dərsimizə keçəcək. Allah Azze və Cəllə bizləri eşitib faydalardan etsin. Bilmədiklərimizi öyrətsin, bildiklərimizi əməl etməyi nəsib eyləsin. Sözlərimizdə və əməllərimizdə ixlas nəsib eyləsin. Allah Azze və Cəllə cümlənizi bütün fitnədən, fəsaddan qorusun. Və sallallahu və səlləm və bərik alə nəbinə Muhammed.